Dostlar, bir qrup fəal şəxs redaksiyamıza müraciət edib, təklifləri var onların və xahiş edirlər ki, rayon rəhbərliyinin diqqətinə çatdıraq bunu, məsələni. Doğrudan da ağıllı təklifdir hesab edirəm. Bax, bu gördüyünüz saat meydanı ancaq sıxlığa səbəb olur, sahibsiz itlərin burada, belə deyək də, yaşamasına yarayır, ərazi bərbad vəziyyətdədir, saat işləmir, bundan əlavə, belə deyək də, antisanitar vəziyyətdir. Bu ərazi bələdiyyəyə məxsusdur. Əhali təklif edir ki, bu saat meydanı sökülsün, avtodayanacaqdan istifadə etsin burada avtomobillər ki, sıxlıq olmasın və hər bir sürücü də avtodayanacaqdan istifadəyə görə bələdiyyə büdcəsinə pul ödəsin. Başqa bir təklifdə göstərilir ki, deməli, bələdiyyə bazarı təşkil olunsun burada. Satış həyata keçirən şəxslər gündəlikmi, həftədə bir dəfəmi bələdiyyə büdcəsinə pul mədaxil etsinlər ki, bu da bələdiyyə hansısa bir rayonda iş görmək istəyəndə əlində pul olsun. Bu da ağıllı təklifdir. Hər halda yekun qərarlı rayon rəhbərliyi verəcək və onsuz da bu ərazidə qeyri-qanuni olaraq şəhər bazarı deməli pul yığır hər bazar günü satış həyata keçirilənlərdən və bazarın ətrafında çöl tərəfdə bələdiyyə ərazisində satış həyata keçirilən şəxslərdən pul yığırlar ki, bu da qeyri-qanunsuzdur. Əgər bu yığım belə gözəl şeydirsə, təbii ki, qoy bunu bələdiyyə həyata keçirsin, 500 manatda büdcəsində pul olsun ki, rayonda hansısa abadlıq, quruculuq işlərini görməyə çətinlik çəkməsinlər. Və təbii ki, biz qarşı tərəfində mövqeyini dinləməyə hazırıq. Yəni, qarşılıqlı, belə deyək, əməkdaşlığa söykənən bir təklifdir. Bu, elə bil ki, həm də rayon rəhbərliyi və ictimaiyyət arasında bir körpü rolunu oynayır bizim bu müraciətimiz. Əlbəttə ki, yenə qeyd edirik ki, bu, deməli, müraciət nəzərə alınar yəqin ki. Çünki doğrudan da burada sıxlığa səbəb olur. Bazar günləri xüsusilə çox burada hərəkət etmək məhdudiyyəti yaranır. Çünki ərazidə həddindən artıq avtomobillər çoxdur və bu parkın da burada olması doğrudan da heç nəyə lazım deyil. Yəni, belə deyək ki, artıq bir layihə idi. Vaxtilə bunu burada salıb rayon rəhbərliyi, sabiq rəhbərliyi, bu yaratmaz bir fəaliyyətidir. Düzdür, ətraf yol çəkildi. Buna görə təşəkkür edir hər bir şəxs rayon rəhbərliyindən, yol idarəsinə və digər əlaqədar qurumlara. Ancaq doğrudan da bələdiyyəyə puldan çətinlik çəkir də, belə deyək. Ancaq bu addımları etsə, hesab edirik ki, gözəl təklifdir. Bir neçə nəfər ziyalı bu təklifdə bulunubdur. İnşallah bu məsələni biz ictimailəşdiririk. Yəqin ki, əlaqədar qurumlar bunu baxıb, elə bir ki, nətər deyim, nəticəsi olar yəqin ki. Hər halda bizdən demək. Sağ olun, sağlıqla qalın, hamıya uğurlar arzulayırıq.